Bu tip xəbərləri qaçırtmamaq üçün kanalımıza abunə olun. Müasir dövrdə insanlar müxtəlif səbəblərdən təcili pul vəsaitinə ehtiyac duyurlar. Bəzən gözlənilməz xərclər, biznes ehtiyacları, ailə problemləri və ya digər maliyyə çətinlikləri insanları qısa müddətdə vəsait axtarmağa məcbur edir. Belə hallarda ən çox istifadə edilən maliyyə vasitələrindən biri də qızıl girovu ilə verilən kreditlərdir. Xüsusilə rəsmi gəliri olmayan, əmək müqaviləsi ilə işləməyən və ya kredit tarixçəsində müəyyən problemlər yaşayan şəxslər üçün qızıl girovu ilə kredit almaq əlverişli seçim hesab olunur. Bu kredit növündə vətəndaş sahib olduğu qızılı girov qoyaraq müəyyən məbləğdə nağd pul əldə edir. Kredit öhdəliyi tam yerinə yetirildikdən sonra isə girov qoyulan qızıl yenidən sahibinə qaytarılır. Mütəxəssislərin fikrincə qızıl girovu ilə kreditlər təminatlı kredit növlərinə daxildir və bir çox hallarda lombard krediti kimi tanınır. Bu kreditlərin əsas üstünlüyü müraciət prosesinin daha sadə olmasıdır. Adətən banklar və ya kredit təşkilatları belə kreditlər üçün rəsmi iş yeri haqqında arayış və ya yüksək gəlir təsdiqi tələb etmirlər. Girov kimi təqdim olunan qızıl kreditin təminatı hesab olunur. Bu kredit növünün əsas üstünlüklərindən biri istifadə olunmayan aktivlərin maliyyə resursuna çevrilməsidir. Bir çox ailələrdə illərlə istifadə olunmayan qızıl zinət əşyaları mövcuddur. Həmin qızıllar satılmadan girov qoyularaq müəyyən müddət üçün maliyyə vəsaiti əldə etmək mümkündür. Bu da insanlara öz əmlaklarını birdəfəlik satmadan maliyyə problemlərini həll etmək imkanı yaradır. Lakin qızıl girovu ilə kreditlərin müəyyən riskləri də mövcuddur. Ən böyük risk kredit ödənişlərinin vaxtında həyata keçirilməməsi ilə bağlıdır. Əgər müştəri kredit müqaviləsində nəzərdə tutulmuş ödənişləri gecikdirər və ya ümumiyyətlə ödəyə bilməzsə, girov qoyulmuş qızılın satılması prosesi başlaya bilər. Bu zaman kredit təşkilatı öz vəsaitini geri qaytarmaq məqsədilə girov predmetindən istifadə edir. Bununla belə bəzi hallarda vətəndaşlar düşündükləri kimi bütün qızıllarını itirmirlər. Əgər kreditin böyük hissəsi artıq ödənilibsə və yalnız müəyyən məbləği borc qalıbsa, realizə zamanı yalnız borcun qarşılanması üçün lazım olan hissənin satılması mümkündür. Borcdan artıq qalan məbləğ və ya əmlak dəyəri isə müştəriyə qaytarılır. Bu mexanizm vətəndaşların maliyyə itkilərinin minimuma endirilməsi məqsədini daşıyır. Mütəxəssislər bildirirlər ki, qızıl girovu ilə kredit götürməzdən əvvəl müqavilənin bütün şərtləri diqqətlə oxunmalıdır. Xüsusilə faiz dərəcələri, aylıq ödəniş məbləğləri, gecikmə hallarında tətbiq olunan cərimələr və girovun realizə olunması qaydaları tam öyrənilməlidir. Bir çox insanlar yalnız kredit məbləğinə diqqət yetirir, lakin sonradan əlavə faizlər və cərimələr səbəbindən çətinliklərlə üzləşirlər. Maliyyə ekspertləri vətəndaşlara tövsiyə edirlər ki, kredit götürməzdən əvvəl öz gəlir və xərclərini dəqiq hesablasınlar. Əgər aylıq ödənişlərin vaxtında həyata keçiriləcəyinə əminlik yoxdursa, əlavə risklər nəzərə alınmalıdır. Çünki vaxtında ödənilməyən kredit sonradan daha böyük maliyyə problemlərinə səbəb ola bilər. Qızıl girovu ilə kreditlər maliyyə bazarında əl çatanlığı artıran vacib alətlərdən biri hesab edilir. Bu kreditlər bir çox insanın təcili pul ehtiyaclarını qarşılamağa kömək edir və ənənəvi kreditlərə çıxışı olmayan şəxslərə əlavə imkan yaradır. Bununla yanaşı, hər bir maliyyə öhdəliyində olduğu kimi burada da məsuliyyətli yanaşmaq vacibdir. Nəticə olaraq demək olar ki, qızıl girovu ilə kredit almaq bəzi hallarda faydalı və sürətli həll yolu ola bilər. Lakin qərar verməzdən əvvəl bütün şərtlər diqqətlə araşdırılmalı, faizlər müqayisə edilməli və ödəniş imkanları düzgün qiymətləndirilməlidir. Maliyyə savadlılığı və düzgün planlaşdırma sayəsində vətəndaşlar bu kredit növündən daha təhlükəsiz və səmərəli şəkildə istifadə edə bilərlər.